Kreml güzəştə getmir. Amerika Birləşmiş Ştatları Rusiya qarşısında Ukraynanın əlini zəiflədir. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump'ın administrasiyası Ukraynanın Rusiya ilə danışıqlardakı mövqeyini zəiflədir. Report xəbər verir ki, bu barədə Business Insider nəşri yazıb. Məqalədə vurğulanıb ki, beynəlxalq tərəfdaşların köməyi olmadan Ukrayna bu qədər böyük ərazini saxlaya bilməzdi. Lakin eyni tərəfdaşlar tez-tez onu çətin vəziyyətə salırlar. İstər döyüş meydanında, istərsə də danışıqlar masasında. Nəşrin jurnalistləri Trump səbəbindən Kiyevin mövqeyinin pisləşməsinə misal olaraq Ukraynanın yeraltı sərvətlərinin istismarı hüququnun Amerika Birləşmiş Ştatlarına verilməsi məsələsində Ukraynaya təzyiqi, Avropa İttifaqının Ukrayna ilə bağlı danışıqların iştirakçıları sırasından çıxarılmasını, Ukraynanın NATO-ya üzvlüyündən imtina edilməsini və Ukraynaya Amerika kəşfiyyat məlumatlarının verilməsinin dayandırılmasını göstəriblər. Eyni zamanda vurğulanıb ki, Rusiya Ukraynaya və ya Amerika Birləşmiş Ştatlarına demək olar güzəştə getməyib. Ukraynanın enerji obyektlərinə hücumların dayandırılmasına razılıq istisna olmaqla bu əsnada Rusiya qoşunlarının hücumu davam edir.